Ya Hüseyin, kimsən kimi öz xanımanından keçər, kimsənin tək haqq yolunda başı canından keçər. Bunu bizim şairlər yazır. Bizim şairlərin hamısı gedib Kərbəla mövzusuna müraciət edir. İndi bir dəstə çıxıb hər şeyi danmaq istəyir, sən danmaqla deyil. Bu millətin xəmri yoğrulur İmam Hüseyin eşqi ilə. Özdə həmişə demişəm, məzhəbindən asılı olmayaraq. Heç bir süni görüntü də yaratmaq olmaz ki, İmam Hüseyin bizə kənardan gəlir. Bunun qədər gülünc iddia yoxdur. Bunun qədər düşünülməmiş iddia yoxdur. Sabir, deyirlər ki, bununla mübarizə aparıb, Sabir buna qarşı olub, deyir, Sabira, hər il əza saxla Əli Əkbərəsən. Kərbəlada gedib ağla o şəhid davərəsən, gəl qiyamətdə bu cəm ilə səfi məhşərəsən, qalma həsrət iki dünyada o Mövla üzünə. Deyir, sənin kimi heç kəs başından, canından keçməyib. O mənada yox ki, o biri övliyalar hazır deyildi, razı deyildi. Yox, birini seçdi də Allah da, gündə birini qətligaha göndərmədi. Birini seçdi, dedi ki, bu ilə hamısını tanıyın da, bunlar hamısı belədir. Və Allah hər şey verdi ona. Rəhmətini açdı onun üçün. Dedi ki, tək sən yox. Qiyamətə qədər hamı bu rəhmətdən bəhrələnəcək. Əbu Abdillah deyir, İmam Hüseynə, nə deməkdir o? Əbu Abdillah, yəni Allah bəndəsinin atası. Yəni kim bəndəlik yoluna gəldi, ona atalıq eləyir, əlindən tutur aparır.